Selamun Aleyküm. Allahın rəhməti, bərəkəti, məğfirəti, gözəlliyi, nuru, hidayəti sizin üzərinizə olsun. Evinizdən huzur, bərəkət, gözəllik əksik olmasın. Allah-u Teala sizi daim qorusun. Ramazan ayıdır, mübarək aydır, gözəl aydır, məğfirət, bərəkət olan bir aydır. Subhanallah, qəlbimizin Allah dediyi bir aydır. Subhanallah. Deməli, 29-cu söhbətimiz olacaq. Şəhidimiz Həsənov Novruz. Allah rəhmət eləsin, Allah məkanını cənnət eləsin. Deməli, Ramazan ayı haqqında inşallah ən çox mənə və sonra sizə xeyirli, faydalı və bərəkətli olsun. Deməli, Ramazan ayı zahirdə oruç tutmaq, ac qalmaqdır, amma batində qəlbin oyanış halıdır. Subhanallah. Yetimlərin, məzlumların sevindiyi bir aydır. Subhanallah, Allahu Ekber, Elhamdülillah, La ilahe illallah dediğimiz bir aydır. Subhanallah. Müslümanların, iman əhlinin bir olduğu, vəhdət olduğu bir aydır. Subhanallah. Qədir gecəsinin olduğu bir aydır. Günahkarların günah etməyə utandığı bir aydır. Subhanallah. Nə gözəl bir aydır, nə mərhəmət bir aydır. Allahın insanlara bağışlamaq üçün bəlkə seçdiyi ən gözəl aylardan biridir. Amma az qalmaq deyil. Qəlbimizin də, dilimizin də, ağzımızın da, ayağımızın da oruc olmasıdır. Subhanallah. Göz orucu nədir? Naməhrəmə baxmamalıyıq. Subhanallah. Dil orucu nədir? Qeybətdən, küfürdən, insanları təhqir etməkdən özümüzü qorumalıyıq. Bu da dil orucudur. Ayaq orucu pis olan yerlərə, Allahın haram buyurduğu yerlərə getməməliyik. Subhanallah. Qəlb orucu nədir? İnsanın qəlbini kindən, nifrətdən bırakması, tərk etməsidir. Ancaq qəlbin nurla, pakla doldurasan. Subhanallah. Qəlbin nurla axsın, daşsın inşallah. Və hər zaman oruç tutarkən, hər zaman bu gözəl riayət etməliyik və özümüzü hər zaman daim Allah varmış kimi hiss etməliyik. Sonunda bir gözəl dua ilə inşallah söhbətimi bitirmək istəyirəm. Deyir ki, Allah'ın bütün günahlarımı bağışla. Ramazan ayından ən gözəl şəkildə istifadə etmək səmizə nəsib elə. Anamı, atamı, bacımı, qardaşımı, bütün möminləri bağışla. Hamısına məğfirət elə. Aclığın hikmətini mənə öyrət. Subhanallah. Səbrin ləzzətini mənə öyrət. Dilim zikirlə, qəlbim nurla dolsun. Subhanallah. Allah söhbətimiz xeyirli etsin, faydalı etsin, bərəkətli etsin, gözəl etsin.